İnnel hamdəlillah və salatu və salam alə Rasulillah və sahbihi ecmaîn əmmə ba'd. Deməli qardaşlar, biz Əlfiyyənin 79-cu beytindəyik. Ümumən mərifələri götürürük. Yəni damirləri götürdük və İbn Məlik rəhməhullah aləmlərə başladı. Aləmdən sonra da yəni ism-üşarədən sonra mövsullar, yəni ümumən mərifələr bu cür yəni ardıcıl izah olunur. Aləmlərdən də götürdük, dedik ki, var mənqul, var yəni murtəcəl olanlar. Mənqul olanlar odur ki, əvvəl yəni feil kimi işlənib, məsdər kimi işlənib, ism sifət kimi, yəni ismi fail kimi işlənib, yəni fəilün vəznində və bunu insanlara qoyublar. Amma murtəcəl odur ki, ümumiyyətlə bu kəlmə heç vaxt nə üçünsə işlənməyib. Nə aləm kimi işlənib, nə də bir ləfz kimi. Dedik ki, suat kimi. Yəni nə bir əşya üçün, heç bir şey üçün istifadə etməyiblər, nə də aləm kimi istifadə etməyiblər. Birdən-birə kiminsə, yəni fikrinə düşüb belə bir dammə ilə, misal üçün sini damməli edərək ad qoymağa. Söhbət fualun vəznindən getmir. Fualun vəznində var sözlər işlənib. Söhbət sırf deyək ki, suad adından gedir, udəd adından gedir. Hansı ki, bunu əvvəllər bunlar istifadə etməyib və kiminsə fikrinə gəlib və uşağına ad qoyub. Və buna deyirlər murtəcəl. Murtəcəl dedik ki, yəni xam deməkdir ki, bir şeydə xamlıq. Mənqullar dedik ki, ya muştaqlardan olacaq, ya da ki, cinsdən ola bilər. Yəni kimsə uşağına Əsəd adı qoyur, Aslan. Yəni bu cür. Sonra biz həmçinin mənqulları bir cəhət bölündü nələrə? Yəni mürəkkəblərə. Mürəkkəblərin özü də 3 hissəyə bölündü. İndi görək burada bir sxem kimi göstərim. Baxın, aləmül mürəkkəb, indi bu əllə yazılıb. İdafi, mürəkkəb özü 3 yerə bölündü. İdafi, izafə olaraq, yəni mudaf müdafilə kimi və məzci. Məzci də dedik ki, yəni iki sözü sanki bir söz kimidir. Onun özü də 2 yerə bölünürdü. Yəni sonu qeyri-məxtum bi veyhi, veyhi ilə bitməyənlər bə'ləbəq kimi və yaxud da ki, sonu veyhi ilə bitənlər siboveyh kimi. Onlar özü də 2 yerə bölündü. Sonra bunu videonu saxlayıb, yəni istəsəz bunu köçürdərsiniz. Sonra mürəkkəb bölündü 3-cü hissəyə, isnad. İsnadi. İsnadi, yəni orada feili, faili və ya da mübtəda xəbər olsun. Yəni cümlə. Bu da özü ismiyyə, feiliyyə kimi, tutaq ki, birinin adı Zeydun qaimun və ya da ki, qamə Zeydun kimi. Yəni bu cür hissələrə bölündü. Sonra isə diqqət yetirək, bu aləm özü aləmül şəxs, aləmül cinsə bölünür. Aləmül şəxs, aləmül cinsə bölünür. Aləmül şəxs özü həm mənəvi, həm ləfsi hökmləri var. Aləmül cinsin isə burada yəni ləfsi hökmü olacaq, amma mənəvi hökmü olmayacaq. Nə deməkdir bu mənəvi hökmü olmayacaq? Yəni biz indi inşallah ondan danışacağıq. Deməli, ləfsi, mənəvi aydındır ki, müəyyən bir şəxsə ad qoyursan. Zeydi müəyyən bir şəxsə aid edirsən. Amma elə bir cinslər var ki, tutaq ki, Aslan, Əsəd. Ərəblərdə Əsədin aləmi var. Yəni Usamə. Bizdə necə pişiyə məstan demirlər ümumən. Amma hər hansısa bir məstan nəzərdə tutulmur da. Məstan deyəndə pişik yada düşür. Və yaxud da ki, toplan deyəndə it yada düşür. Aydındır. Amma Zeyd kimi hər hansısa bir kişini təyin eləmirsən. Bax, o cəhətdən Usamə, bu aləmül cins, yəni növlərin xüsusi isimləri, adları, o cəhətdən
mənəvi cəhətdən onun hökmü yoxdur. Yəni Usamə istənilən bir əsədə Usamə deyə bilərsən. Və mənəvi cəhətdən nədir? Naqisliyi var. Naqisliyi var. Amma ləfsi cəhətdən aləmlər sırasındadır. Nə deməkdir ləfsi cəhətdən aləmlər sırasında? Ləfsi cəhətdən hökmü götürüb özünə. Yəni necə ki aləmlər, məsəl üçün Zeyd əlifləm qəbul etmir, bu Usamə də əlifləm qəbul etmir. Necə ki aləmlər mudaf ola bilmir, yəni mərifələr ümumiyyətlə mudaf ola bilmir. Usamə də yəni mudaf ola bilmir. Necə ki aləmlərdən təmərbutası olan, misal üçün Muaviyyə, Həmzətu və digər təmərbuta ilə bitənlər tənvin qəbul etmir. Usamə də tənvin qəbul etmir. Usamətu nədir? Tənvin qəbul etmir. Yəni mənəvi cəhətdən nəkiradır. Yəni onun buradakı aləmu şəxslərdəki mənəvi hökmü yoxdur. O mənəvi cəhətdən nəkiradır. Amma ləfsi cəhətdən aləmlər sırasındadır. Həmçinin ləfsi cəhətdən bu şəxs aləmlərin hökmünü özündə daşıya bilir. Nəyi? Misal üçün biz Zeyddən sahibi hal düzəldə bilirik. Çünki sahibi hal mərif olmalıdır. Nəkirə olan hissəsi var, ona girişmirik, o uzun məsələdir, istisnalar. Amma sahibi hal nə olmalıdır? Mərifə. Biz Usamədən baxmayaraq ki, mənəvi cəhətdən nəkiradır, istənilən əsədə deyilir. Amma sahibi hal düzəldə bilirik. Hətta onun haqqında xəbər də verə bilirik. Yəni Usaməni mübtəda da eləyə bilirik. Aydındır, çünki mübtəda əsl odur ki, nəkirə olmalı, mərif olmalıdır. İndi o caiz tərəflərini girişmirik. Hər bir halda nədir? Bu Usamə, bu ləfsi cəhətdən aləmu şəxslərin sırasındadır deyənə, aləmu şəxslərin ləfsi hökmlərin özündə daşıya bilir. Amma mənəvi cəhətdən yenə də ümumiliyə, yəni nəkiralığa dəlalət edir. Və ümumən bu gələn beytlərdə inşallah bundan danışılacaq. Deməli bir məhrəhullah gətirir. Və vadau lil ba'dil əcnasi aləm kə aləmil əşxası ləfsən və huvə am. Vadau, yəni ərəblər istifadə etdilər, nəfçilər yox ha, ərəblər. Lil ba'dil əcnas, yəni bəzi cinslər üçün, ismi cinslər üçün aləmlər. Bu əslində aləmə ola bilər. Müəyyən tayfa var. Lüğətu Rabi'a deyirlər. Rabi'a qövmü aləmə deyirlər. Yəni ya o qövmə görə istifadə edilib burada bir məlik rahmehullah. Ya da ki Şeyx İbn Uzeym rahmehullah deyir ki, şeir zərurətinə görə belə deyib aləm. Yəni əslində bu aləməndir. Yəni ad olaraq yəni qoydular. Ad olaraq yox, ad qoydular. Məf'ulun bihidir bu. Sonra kə aləmül əşxas. Yəni ismi cinslərə, bəzi ismi cinslərə şəxs adları kimi adlar istifadə etdilər. Amma ləfzən istifadə etdilər. Bax dedikdə ləfzən nədir? Yəni şəxs aləmlərinin hökmlərini özündə götürür. Həmin o heyvan adları. Və huvə am. Yəni mənəvi cəhətdən isə yenə əammudur. Ümumi mənanı daşıyır. Baxmayaraq ki, əsədə Usamə qoyublar, yenə istənilən əsədə Usamə deyə bilərsən. Yəni və huvə am, yəni mənəvi cəhətdən amdır, yəni nəkiradır. Amma ləfsi cəhətdən şəxs isimlərinin adını, aləmlərin adını, hökmlərini özündə daşıyır. Sonra 10-cu min zəkə, yəni min aləmül cins, aləmin cinslərdən nələrdir? Ummu iriyatin lil əqrab. Əqrəbə ummu iriyat qoyulur. Və həqiqətə beləliklə bunun kimi sualətun li thələbi. Tülkiyə də sualə qoyulur. Və misluhu bərratu lil məbərrə. Bərrə mübtədadır burada. Misluhu da nədir? Xəbərdir. Deyir ki, bu aləmül cins kimi
necə ki heyvanlara ad qoydular, onun kimi aləmül cins mənəvi də var. Aləmül cins özü iki yerə bölünür də. Aləmül cins hissi, aləmül cins mənəvi. Aləmül cins hissi, deyək ki bu heyvan zat, aləmül cins mənəvi isə misal üçün deyir ki, yaxşılığa bərra adı qoydular. Yəni ehsan eləməyə. Və misluhu bərratu lil məbərra. Yaxşılıq eləməyə bərra adı qoydular. Misal üçün deyir ki, ya bərra, ey yaxşılıq edən. Adı deyil ha. Sadəcə o yaxşılıq edənin o məbərra feilinin adıdır. Kəzə bunun kimi fəcəri aləmun lil fəcrə. Facirlik eləyən, fasiqlik eləyən, günah eləyən kəsə də aləm var. Aləm var nə? Aləmi fəcəri. Fəcəri deyirlər. Ya fəcəri deyəndə ki, yəni günah eləyən bir kəsin elə bir ki, sanki ismidir. Aləmu qismin, aləmu şəxs və aləmül cins. Aləmül şəxsin orada sxemin göstərdiyi, muxattatın göstərdiyi. Aləmül cinsi də iki yerə bölə bilərsiniz. Misal üçün də belə şey deyirəm, yaza bilərsiniz ki, aləmül cins əl-hissiyyu hənən, əl-hissiyyu, aləmül cins əl-mənəviyyu. Mənəvi, yəni bax bunlardır. Hissi də ki, dediyi heyvanatlar. Fəl-aləmü şəxs ləhu hukmən. İki hökmü var. Mənəvi və huvə ən yuradu bihi vahidun bi eynihi kə Zeyd və Əhməd. Mənəvi hökmü nədir? Yəni sən Zeyd deyəndə konkret olaraq nə qəsd olunur? Bir adamın şəxsi təyin olunur. Bir kəsi nədir? Təyin etmiş olursan. Zeyd Əhməd kimi. Ləfsi isə odur ki, və huvə deməli 3 dənə indi şey gətirir, illə gətirir. Sihhatu məciyu əl-hali mütəxirətən anhu. Yəni ondan sonra hal gəlməsi düzgün olur, uyğun olur, yararlı olur. Yəni ləfsi nə deməkdir? Həmin ad sahibi hal ola bilir. Belə qısa desək də bu cümlənin mənası. Nəhvə cəəni Zeydun dahikən. Zeyd gülərək gəldi. Mənim yanıma Zeyd gülərək gəldi. Və mən'uhu minəs-sarf mə'a səbəbi əxər qeyri aləmiyyə. İkinci nə ola bilər? Ləfsi adlarda, ləfsi adlarda yox, adların ləfsi hökmündə. Ləfsi hökmündə bax bura girir. Həm Usamə, həm Zeyd. Həm Usamə, həm Zeyd. Yəni məmnun minəs-sarf ola bilər. İndi deyə bilərsə axı Zeyd məmnun sərfdə Zeyd olmasın, Əhməd olsun. Misal ona görə İbn Əqil rəhməhullah bunu gətirdi ki, misal üçün Əhməd kimi, nəhvə hədə Əhməd, niyə axı qeyri səbəb ələ qeyri aləmiyyə, aləmiyyə aid olan digər səbəblərə görə bunları götürmüşdük də. Yəni aləmlər nə vaxt məmnun minəs-sarf olur. Sonra üçüncü isə, yəni bu adların ləfsi hökmü, mən'u duxuli əlif və ləmi aleyhi. Əlifləmin ona nədir? Mərif əlifləminin qoşulması ona nədir? Qadağandır. Fələ təqulu belə demirsən. Cəə əl-əmr. Bu cür deyilmir. Eyni ilə Usamədə o cür deyilmir. Və aləmül cinsi kə aləmül şəxs fi hukmihi ləfsi. Deməli bu cins növ adları insan adları kimi ləfsi cəhətdən hökmləri eynidir. Yəni onun hökmündədir. Fəttəqulu, sən də deyirsən ki, həzə Usamətu muqbilən. Bax, Usamə ləfsi cəhətdən o şəxs adlarının hökmünü özündə daşıdı. Nə oldu burada? Sahibi hal oldu. Onun üçün hal gətirdilər, muqbilən. Yəni, aslan bu gələn halda və yaxud da ki, üzü mənə tərəfdə deyək ki, çevrilmiş halda olan nədir? Aslandır. Gələn halda olan, çevrilmiş halda olan aslandır. Təmnəuhu minəs-sarf və tə'tihi bil-hali bə'dahu. Deməli, həm ona tənvin qəbul edilməsi qadağan olundu, yəni məmnun minəs-sarfdır. Həmçinin də nədir? Ondan sonra hal gəldi. Yəni özü sahibinin hal kimi istifadə olundu. Və la tədxulu aleyhi əlif və ləm. Həmçinin ona əlifləm qoşulmur. Fələ təqulu həzə əl-Usamə. Bu cür deyilmir.
hukmuhu ve hukmu alemul cins fil mana ka hukmu nakira. Amma məna cəhətdən, mənəvi cəhətdən isə alemul cinsin hökmü nakira hökmündədir. Min cihəti nə cəhətdən? Min cihətin ənəhu la yaxussu vahidən bi aynihi. O cəhətdən ki, sən Usame deyəndə hər hansısa bir əsədi nəzərdə tutmursan, təyin etməmsən, edilmir. Və kullu əsədin yasduqu aleyhi Usame. İstənilən əsədə yasduqu şamil olunur, onun üzərinə Usame adı. Və kullu ağrabin yasduqu aleyhə ummu iriyyətin. Yəni, hər bir əqrəbə ummu iriyə adı nədir? Şamil olunur. Və kullu thə'ləbin, hər bir tülkiyə də yasduqu aleyhi thualətun, yəni uyğundur. Və aləmul cinsi yakunu liş-şəxs kəmə təqəddəm, yəni necə öndə keçdi ki, şəxs üçün ola bilir. Və yakunu lil-məna, yəni kəmə məsələ bi qavli bərra məbərra. Yəni cins aləmi, yəni yakunu liş-şəxs kəmə təqəddəm, yəni, amma mənəvi isə dedik ki, cinsin özü nədir? Hissiyə bölünür, mənəviyə bölünür da. Mənəvi isə misal üçün bərra lil-məbərra fəcari lil-fəcərə. Yəni yaxşılığa bərra adı qoyublar. Bu mənəvidir də. Və günah edənə yaxşılığa yox, yaxşılıq edənə və günah edənə də fəcari adı qoyublar. Və burada da bu belə bir sxemdə var. Aləmul şəxs, aləmul cins, aləmul şəxs hökmü mənəvi və ləfsi. Mənəvi deyəndə yuradu bihi vahidun bi aynihi nəzərdə tutulur. Ləfsi də deyəndə nədir? Səhhətul məcih həl mütəxxirət anhu, ondan sonra hal gələ bilir və həmçinin məmnunə sarf olur müəyyən bir səbəblərə görə. Bir də əlifləm ona qoşulmur. Aləmul cins isə ləfsi cəhətdən bu hökmləri daşıya bilir. Amma mənəvi cəhətdən konkret olaraq nəsə təyin olunmur. Nəsə təyin olunmur. Deməli, inşallah biz keçirik ism-uşarə, yəni mərifə növlərindən biri olan, üçüncü mərtəbəsi olan ism-uşarəyə. Və İbn Məlik Rəhməllah gətirir 82-ci beytdə bizə lil mufradin muzakkərin əşir və yoxdur burada. Bizi və zih ti tə aləl unsə iqtasir. Deməli, bu feili cümlədir. Yəni, əşir, işarə elə bu feilidir. Bu da bizə onun mütəalliqidir. Yəni, sanki məfulun bihisidir. Burada da yəni iqtasir. İqtasir, yəni əmr feilidir. İşarə elə, zə ilə. Ümumiyyətlə, qardaşlar, vaxta qədər biz həzə, hədihi, həuləyi, o hıları indi müvəqqəti olaraq yaddan çıxardıq. Güya ki, heç belə şey keçməmişsiniz. Zə, zih, həuləyində uləi kimi güya ki götürmüşük. Orada hə tənbih hərfidir. Deməli, zə ilə, yəni həzə. Mufrad, muzakkər üçündür. Kişi cinsinin tərki üçündür. Bununla işarə elə. Sonra keçir. Zi, zih, ti, tə, ni isə qadın cinsi üçün iqtasir, yəni yetin, kifayətlən. Və qadın cinsinin təki üçün yəni çoxdur. Amma kişi cinsi üçün yalnız zədir, həzədir. Bu zi də yəni hədi, zih də hədihidir. Ti, bu ən çox bunu işlənir də. Zihlə ti işlənir. Bu da tiyə də bəzən ləmlə kə qoşulur. Da tilkə. Tilkə. Misal üçün, sən deyirsən zi Fatimətun. Bu Fatimədir. Zih Fatimətun. Ti Fatimətu. Tə Fatimətu. Yəni bu cür işlənir və bəzən də ləm tiyə ən çox yəni həm Quranda, həm də belə özlərdə tini işlədirlər. Yəni tilkə kimi misal üçün. Uzaqlıqda ən çox belə deyək. Yuşaru iləl mufrad muzakkər bi zə. Deməli, mufrad muzakkərə zə ilə işarə olunur. Və
basriyin ennel elif min nefsil kelime. Bu zədəki əlif var ki, o neymiş? Kəlmənin elə özündəndir. Əsrərlər görə. Və zəhəbəl kufiyyun ilə ennəhə zəidə. Küfələr isə deyir ki, o zəidədir. Yəni ism-i işarənin özü zıdır, yəni zə. Və yuşar ilə müənnəs, müənnəsə isə işarə olunur. Nə ilə? Zi, bizi və zih bi sukunul hə. Və ti və tə və zih bi kəsril hə. Yəni sukunlu hə və yaxud da hə kəsrəli. Bir ixtilas da ola bilər. Yəni zih. Yəni qısa. İxtilas nə deməkdir? Məd etmirsən, məd etmədən və yaxud da ki, məd olunur, çox cüzü. Ya da ki, bir işbə. İşbə doyuzdurmaq deməkdir. Amma burada yəni tam məd edərək. Yəni zihi, hədihi, yəni bu cür. Bunların hamısını bu cür nədir? Həm ixtilas elə bilərsən, həm işbə elə bilərsən. Tih də ki, sukunla ola bilər, kəsrəli də ola bilər. Kəsrəli də yenə tihi də deyə bilərsən, işbə də elə bilərsən, tihi də deyə bilərsən. Və zət də nədir? Həmçinin. Bu da yəni qadın cinsinə işarə olaraq göstərilir. 83. Bu inşallah qalsın, gələn dəfə götürərik bunu. Subhanəkallahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.